Hər vaxtınız xeyir, əziz ulduz sevərlər. 21 iyun üçün gündəlik bürclər proqnozuna xoş gəlmisiniz. Bugün göy üzündə olduqca güclü və xüsusi bir enerji var. Günəş rəsmi olaraq Xərçəng bürcünə keçir və yay gündönümü yaşanır. Bu, həyatımızda daha emosional, ailəyə və daxili hüzura yönəlik yeni bir dövrün başlanğıcıdır. Gəlin görək ulduzlar həftənin bu son günündə bizə hansı mesajları ötürür. Hazırsınızsa başlayaq. Qoç. Əziz qoçlar, 21 iyun günü diqqətiniz tamamilə ev, ailə və doğmalarınızla olan münasibətlərə yönələcək. Günəşin Xərçəng bürcünə keçidi ilə daxili dünyanızda və ailə mühitində daha çox hüzur və təhlükəsizlik axtaracaqsınız. Bu bazar gününü isti yuvanızda dincələrək, valideynlərinizlə və ya yaxınlarınızla səmimi söhbətlər edərək keçirmək ruhunuza çox yaxşı təsir edəcək. Keçmişə dair bəzi şirin xatirələr canlana bilər və bu sizə mənəvi rahatlıq bəxş edər. Evinizdə hüzurlu bir ab-hava yaradın və yeni həftə üçün enerjinizi tamamilə yeniləyin. Gününüz xoş keçsin. Buğa. Dəyərli buğalar, bugün ünsiyyətin, yaxın ətrafın və qısa müddətli planların ön plana çıxdığı dinamik bir gündür. 21 iyun tarixində yaxın dostlarınızdan, qardaş bacılarınızdan və ya qonşularınızdan çox xoş xəbərlər ala bilərsiniz. Həftə sonunun bu son günündə qısa bir səyahətə çıxmaq, təmiz havada gəzmək və ya maraqlı mövzularda məlumatlar öyrənmək zehni olaraq sizi tamamilə dincəldəcək. Sözlərinizin ətrafdakılara təsir gücü olduqca yüksəkdir, ona görə də mühüm fikirlərinizi rahatlıqla bölüşə bilərsiniz. Şəxsi münasibətlərdə səmimi mesajlar gününüzü rəngləndirəcək. Şansınız bol olsun. Əkizlər. Sevimli əkizlər, bugün diqqətiniz tamamilə maddi mövzularda, gəlirlərinizdə və özünüzə verdiyiniz dəyərdə olacaq. Günəşin bürcünüzdən ayrılması ilə fəaliyyətinizin bəhrəsini toplamaq dövrü başlayır. 21 iyun günü büdcənizi nəzərdən keçirmək, gələcək maliyyə planları qurmaq və ya gəlirlərinizi artıracaq yeni yollar barədə düşünmək üçün çox uyğundur. Öz qabiliyyətlərinizə güvənin və həm işdə, həm də şəxsi həyatda layiq olduğunuz dəyəri tələb etməkdən çəkinməyin. Sevdiyiniz insanla birlikdə hüzurlu bir alış-veriş və ya xoş bir plan gününüzü gözəlləşdirə bilər. Gününüz bərəkətli olsun. Xərçəng. Hörmətli xərçənglər, gözünüz aydın. Bugün günəş sizin bürcünüzə keçir və rəsmi olaraq sizin mövsümünüz başlayır. 21 iyun sizin üçün enerjinizin, xarizmanızın və özünüzə olan inamınızın zirvəyə ucalacağı möhtəşəm bir dövrün ilk günüdür. Bugün şəxsi istəklərinizə, xəyallarınıza və fərdi planlarınıza fokuslanmaq üçün mükəmməl zamandır. Ətrafınızdakı hər kəs sizin emosional dərinliyinizə və parlaq enerjinizə heyran qalacaq. Həyatınızda yeni və uğurlu bir səhifə açmaq üçün cəsarətlə addım atın. Ad gününüz mübarək, uğur və sevgi həmişə sizinlə olsun. Şir. Parlaq şirlər, bugün göy üzü sizi biraz yavaşlamağa, ruhunuzu dinləndirməyə və daxili dünyanızla baş-başa qalmağa dəvət edir. 21 iyun səs-küylü mühitlərdən biraz uzaq durmaq, pərdə arxası planlar hazırlamaq və enerjinizi bərpa etmək üçün əla zamandır. İntuisiyanız bugün inanılmaz dərəcədə güclüdür, daxili səsinizin və bəlkə də yuxularınızın sizə verdiyi mesajlara mütləq diqqət yetirin. Yaradıcı fəaliyyətlər, yazı yazmaq, meditasiya və ya təbiətdə sakitlik ruhunuza sonsuz hüzur bəxş edəcək. Tezliklə başlayacaq parlaq dövrünüz üçün güc toplayın. Gününüz xeyirli keçsin. Qız. Dəyərli qızlar, 21 iyun sizin üçün sosial həyatın, dostluqların və gələcək arzuların aktivləşdiyi çox pozitiv və rəngarəng bir gündür. Bugün dostlarınızla bir araya gəlmək, fərqli qruplarda və ya sosial layihələrdə iştirak etmək sizə böyük motivasiya verəcək. Gələcəyə yönəlmiş xəyallarınızı gerçəkləşdirmək üçün ətrafınızdakı insanlardan və ya nüfuzlu tanışlarınızdan gözlənilməz mənəvi dəstək ala bilərsiniz. Şəxsi həyatınızda dostluq mühitindən doğan xoş bir yaxınlaşma və ya səmimi söhbətlər ürəyinizi isidəcək. Ümidlərinizin çiçək açacağı möhtəşəm bir bazar günü sizi gözləyir. Tərəzi. Zərif tərəzilər, bugün diqqətiniz və enerjiniz tamamilə karyeranızda, sosial statusunuzda və cəmiyyətdəki mövqeyinizdə olacaq. 21 iyun peşəkar hədəflərinizi yenidən nəzərdən keçirmək və gələcəyə doğru böyük planlar qurmaq üçün çox mühüm gündür.
Həftə sonu olmasına baxmayaraq, ağlınıza gələn parlaq ideyalar gələcək uğurlarınızın möhkəm təməli ola bilər. Ətrafınızdakı insanların və ya ailə böyüklərinin rəğbətini qazanmaq bugün daha asan olacaq. Şəxsi həyatınızda isə gələcək hədəflərinizi partnyorunuzla bölüşərək ortaq bir yol xəritəsi çəkə bilərsiniz. Uğura doğru addımlayın. Əqrəb. Güclü əqrəblər, 21 iyun sizin üçün uzaq üfüqləri kəşf etmək, dünya görüşünüzü genişləndirmək və həyata daha böyük bir vizyonla baxmaq günüdür. Təhsil, xarici əlaqələr, səyahətlər və ya fərqli mədəniyyətlərlə bağlı mövzularda çox ilham verici enerjilər altındasınız. Bu bazar gününü yeni məlumatlar öyrənməyə, fəlsəfi mövzularda söhbətlər etməyə və ya gələcək səfərləri planlaşdırmağa həsr edə bilərsiniz. Ruhsal olaraq özünüzü çox güclü və pozitiv hiss edəcəksiniz. Münasibətlərinizdə partnyorunuzla birlikdə ortaq dəyərləri bölüşmək bağlarınızı daha da canlandıracaq. Macəralara hazır olun. Ox atan. Nikbin ox atanlar bugün maliyyə tərəfdaşlıqları, müştərək büdcə, investisiyalar və ya daxili transformasiya mövzuları ön plandadır. 21 iyun borcları tənzimləmək, gəlirlərinizi idarə etmək və ya maddi məsələlərdə daha strateji addımlar atmaq üçün uyğun zamandır. Eyni zamanda bugün daxili gücünüz və intuisiyanız çox yüksəkdir. Şəxsi həyatınızda partnyorunuzla münasibətlərinizdə emosional dərinlik, gizli qalan hisslərin üzə çıxması və böyük bir səmimiyyət yaşana bilər. Qorxularınızla üzləşməkdən çəkinməyin, çünki bugün ruhən yenilənmək və mənəvi olaraq güclənmək üçün mükəmməl fürsətdir. Oğlaq. Əzmli oğlaqlar, 21 iyun sizin üçün tamamilə ikitərəfli münasibətlər, evlilik və yaxın tərəfdaşlıqlar mövzusunu işıqlandırır. Günəşin qarşı bürcünüzə keçməsi ilə bütün diqqətiniz həyatınızdakı mühüm insanların üzərinə yönələcək. Bu bazar gününü sevdiyiniz insanla baş-başa keçirmək, aranızdakı bağları sevgi, səmimiyyət və güzəştlə möhkəmləndirmək üçün əla fürsətdir. İşgüzar sahədə də ortaq layihələr üçün yeni və uğurlu perspektivlər yaranacaq. Subay oğlaqlar üçün həyatlarına ciddi, sadiq və uzun müddətli ola biləcək birinin daxil olması ehtimalı olduqca yüksəkdir. Sevgi və harmoniya sizinlə olsun. Dolça. Yaradıcı dolçalar, bugün diqqətiniz gündəlik rutinlərinizdə, sağlamlığınızda və həyat ritminizdə olacaq. 21 iyun həm evinizdə, həm də fərdi işlərinizdə nizam-intizam yaratmaq, kiçik detalları qaydasına salmaq üçün çox məhsuldar bir bazar günüdür. Sağlamlığınıza vaxt ayırmaq, bədəninizi dinləndirmək, düzgün qidalanma və ya yüngül idman hərəkətləri etmək sizə böyük enerji bəxş edəcək. Ətrafınızdakı insanlara kömək etmək və ya sevdiyiniz məşğuliyyətlərlə vaxt keçirmək ruhunuza xoş bir hüzur gətirəcək. Planlı şəkildə hərəkət edin, günün sonunda daxili rahatlıq tapacaqsınız. Balıq. Sevimli balıqlar, bugün göy üzü sizin üçün eşq, yaradıcılıq, hobbilər və sevinç enerjisini maksimum səviyyəyə çatdırır. 21 iyun həyatın rəngli tərəflərindən zövq almaq, özünüzə sənətlə ifadə etmək və əylənmək üçün möhtəşəm bir bazar günüdür. İçinizdəki yaradıcı ilham bugün daşacaq və ətrafınızdakıları heyran qoyacaq. Şəxsi həyatınızda romantikanın, flörtün və xoş anların doyasıya dadını çıxarın, partnyorunuzla unudulmaz dəqiqələr yaşaya bilərsiniz. Əgər övladlarınız varsa, onlarla keçirəcəyiniz vaxt sizə saf bir xoşbəxtlik bəxş edəcək. Şans və sevgi tamamilə sizin tərəfinizdədir. 21 iyun üçün bürclərimizin vədi və göy üzünün mesajları bu qədər idi, əziz ulduz sevərlər. Ümid edirəm ki, xərçəng mövsümünün və yay gündönümünün gətirdiyi bu isti, səmimi və bərəkətli enerji həyatınıza bol hüzur, sevgi və uğur bəxş edər. Atacağınız hər bir addımın sizə xoşbəxtlik gətirməsini diləyirəm. Növbəti proqnozlarda ulduzların yeni pıçıltıları ilə görüşmək üzrə. Özünüzə çox yaxşı baxın və ulduzlardan ayrılmayın.